Heç düşünmüsünüzmü ki, bugün həyatımızın təməlini təşkil edən bir çox möhtəşəm ideyanın kökləri haradan gəlir? Demək olar ki, hamısının yolu gedib bir yerə çıxır. Qədim Yunanistan. Onların müasir dünyaya təsiri o qədər dərindir ki, əslində onları anlamaq bir növ özümüzü anlamaq deməkdir. Gəlin elə birlikdə bu heyrətamiz sivilizasiyanın dərinliklərinə səyahət edək. Bəli, demokratiya, fəlsəfə, hətta olimpiya oyunları, hamısı buradan başlayıb. Yaxşı, bəs necə oldu ki, bir-biri ilə daim didişən, rəqabət aparan bu şəhər dövlətlər toplusu bütün qərb sivilizasiyasının beşiyinə çevrilə bildi? Bax, bugün bu sualın cavabını axtaracağıq. Və hər şey əslində coğrafiyadan başlayır. Təsəvvür edin, uca, sıldırım dağlar Yunanistanı xırda-xırda, bir-birindən ayrı düşmüş bölgələrə bölür. O vaxtlar bir yerdən o birinə getmək ya dəniz yolu ilə mümkün idi, ya da ki, çətin, dar dağ cığırları ilə. Bax, elə bu təbii maneələr də vahid bir imperiyanın yaranmasına imkan vermədi, əvəzində yüzlərlə müstəqil şəhər dövlətin yaranmasına səbəb oldu. Maraqlıdır ki, Yunanistanın hekayəsi elə materikin özündə başlamadı. Yo, Egey dənizinin düz ortasında, Krit adasında başladı hər şey. Təsəvvür edirsiniz, hələ eramızdan əvvəl 3-cü minillikdə Kritlilər Avropanın ilk mütəşəkkil dövlətini qurmuşdular. Onlar usta dənizçilər idi, böyük limanlar tikir, Misir, Finikiya kimi qüdrətli dövlətlərlə ticarət edirdilər. Saraylarını bəzəyən o rəngarəng freskalar, özlərinə məxsus yazı sistemləri onların nə qədər yüksək bir mədəniyyətə sahib olduğundan xəbər verirdi. Amma təəssüf ki, bu parlaq sivilizasiyanın da bir sonu oldu. Şimaldan gələn Dori tayfalarının amansız hücumları hər şeyi məhv etdi və region uzun bir sükuta qərq oldu. O dağıntılardan sonra Yunanistan demək olar ki, bir neçə əsrlik bir qaranlıq dövrə girdi. Amma sonra elə bir köküllərin içindən tamamilə yeni, unikal bir siyasi quruluş yarandı. Polis. Polis. Bu sözü sadəcə şəhər kimi tərcümə etmək düzgün olmazdı. Yox, polis bundan qat-qat artıq bir şeydi. Bu, öz qanunları, öz ordusu, öz idarə etməsi olan tam müstəqil bir dövlət idi. Bir Yunan üçün polis onun hər şeyi, onun kimliyi, onun dünyası idi. Yəni, siz o vaxt sadəcə Yunan deyildiniz. Siz ya Finalı, ya Spartalı, ya da Korinfli idiniz. Və bax bu aidiyyət hissi onların bütün düşüncə tərzini formalaşdırırdı. Gəlin bir anlıq tipik bir polisin içinə girək. Görək orada nə var? Ən hündür yerdə, təpənin başında Akropol ucalırdı. Bura təhlükə anında hamının sığındığı möhkəm bir qalaydı. Onun ətəyində isə şəhərin əsl ürəyi döyünürdü. Agora. Bura təkcə alver yeri deyildi. Bura insanların toplaşdığı, siyasətçilərin çıxış etdiyi, filosofların mübahisə apardığı canlı bir mərkəz idi. Cəmiyyətə gəlincə, əsasən iki qrup var idi. Böyük torpaqlara və siyasi gücə sahib olan aristokratiya və demos adlanan sadə azad xalq. Ordunun bel sütununu isə falanga təşkil edirdi. Sıx cərgələrdə düzülmüş ağır silahlı əskərlər. İndi, Yunanistanda yüzlərlə belə polis var idi. Amma onların arasında ikisi vardı ki, hamısından fərqlənirdi. Onlar təkcə ən güclü deyildilər, həm də bir-birinin sanki ağla qara kimi ziddi idilər. Söhbət əlbəttə ki, Afina və Spartadan gedir. Gəlin birinci Afina'dan başlayaq. Burada ən böyük problem torpaq məsələsi idi. Təsəvvür edin, kasıb bir kəndlisiniz, məhsul olmur və gedib varlı bir aristokratdan borc alırsınız. O da gəlib sizin tarlanıza bir borc daşı qoyur, üzərinə də borcun miqdarını yazır. Ən dəhşətlisi o idi ki, borcu vaxtında qaytara bilməyəndə təkcə torpağınız getmirdi, özünüz də ailənizlə birlikdə qul olurdunuz. Bu vəziyyət cəmiyyəti demək olar ki, bir partlayışın astanasına gətirmişdi. Bax, elə bu gərginlikdən, bu partlayış təhlükəsindən bəşər tarixində inanılmaz bir ideya yarandı. Demokratiya. Hərfi mənada demosun, yəni xalqın hakimiyyəti. Düşünün bir, hər yerdə padşahların, zadəganların sözünün keçdiyi bir zamanda bu sadəcə ağla sığmaz bir şeydi. Əsl inqilab idi və onun səsi bu günə qədər gəlib çatır. Afina demokratiyası özünün qızıl dövrünü isə Periklin vaxtında yaşadı. Bu dövrdə əsas söz sahibi kim idi bilirsiniz? Xalq yığıncağı. Amma ən heyrətamiz tərəfi bu deyildi. Ən möhtəşəmi o idi ki, artıq ən kasıb vətəndaş belə dövlət vəzifəsi tuta bilərdi və bunun üçün ona maaş da verilirdi. Bax, bu hər şeyi dəyişirdi. Çünki tarixdə ilk dəfə o idi ki, siyasətdə olmaq üçün varlı olmaq vacib deyildi. Sadəcə vətəndaş olmaq bəs edirdi. İndi gəlin Afinadan 180 dərəcə fərqlənən bir yerə gedək, Spartaya. Sparta əslində tək bir məqsəd üçün qurulmuşdu. Fəth etdikləri və Hilot adlandırdıqları böyük bir qul kütləsini daim nəzarətdə saxlamaq. Buna görə də burada hər şey, amma hər şey dövlətə və orduya tabe idi. Fərqləri görəndə adam doğrudan da heyrətlənir.
Bir tərəfdə ticarət, sənət və fəlsəfə ilə yaşayan açıq bir cəmiyyət, Afina. O biri tərəfdə isə sərt nizam-intizam və hərbi güc üzərində qurulmuş qapalı bir dünya, Sparta. Biri dənizlərin, o biri isə quru döyüşlərinin kralı idi. Belə iki gücün, belə iki fərqli dünyanın toqquşması əlbəttə ki, sadəcə zaman məsələsi idi. Və o qaçılmaz toqquşma baş verdi. Afina ilə Spartanın Yunanistana kimin ağalıq edəcəyi uğrunda apardığı mübarizə sonda bütün Yunan dünyasını alavlandıran böyük Peloponnes müharibəsinə səbəb oldu. 30 ilə yaxın davam edən bu qanlı, dağıdıcı müharibədən sonda Sparta qalib çıxdı. Amma bu elə bir qələbə idi ki, məğlubiyyətdən betər idi. Bəli, Afina imperiyası çöktü, lakin qalib gələn Spartada tamamilə tükənmişdi. Bu bitmək bilməyən müharibələr bütün Yunanistanı o qədər zəiflətmişdi ki, onlar artıq şimaldan gələn yeni bir təhlükəyə qarşı duracaq gücdə deyildilər. Polislər süqut etdi, ordular məğlub oldu, amma bir şey ölmədi, Yunanlıların ideyaları. Onların siyasi gücü bitsə də yaratdıqları ideyalar yaşamağa, hətta bütün dünyanı fəth etməyə başladı. Bu da bizə bir daha göstərir ki, çox vaxt ideyalar imperiyalardan daha qalıcı və daha güclü olur. Yunanların elmə verdiyi töhfələrə baxanda adam sadəcə heyran qalır. Məsələn, Demokritə baxın. O dedi ki, bütün kainat gözlə görünməyən xırda zərrəciklərdən, yəni atomlardan ibarətdir. Ya da Hipokrat, xəstəliklərin tanrıların cəzası olmadığını, onların təbii səbəbləri olduğunu söylədi və müasir təbabətin təməlini qoydu. Herodot isə sadəcə nə baş verdiyini yazmadı, o niyə baş verdi sualını verdi və bununla da tarixi bir elmə çevirdi. Və təbii ki, Aristotel, elə bil ki, o bütün dünyadakı bilikləri götürüb səliqəli rəflərə yığdı. Bu fizikadır, bu botanika, bu da məntiq. Bugün belə universitetlərdəki fənlərin bölgüsü onun qoyduğu təməl əsaslanır. Amma bəlkə də onların ən böyük mirası elə bizim indi də istifadə etdiyimiz bir şeydir, əlifba. Bəli. İstər Latın əlifbası olsun, istər Kiril, milyardlarla insanın istifadə etdiyi bu hərflərin kökü birbaşa gedib Yunanistana çıxır. Sanki onlar bütün dünya üçün bir ünsiyyət DNT-si yazıblar. Gözəllik dedikdə də ağlımıza gələn bir çox şeyin kökü oradadır. Bir anlıq dünyanın müxtəlif yerlərindəki o möhtəşəm binaları gözünüzün önünə gətirin. O sütunları, bax onların hamısı Yunanistandan gələn bir salamdır. Heykəltaraşlıqları isə başqa bir aləmdir. İnsan bədənini o qədər canlı, o qədər real təsvir edirdilər ki. Və əlbəttə teatr. Bizə insanlığın ən böyük faciələrini və ən gülməli anlarını səhnədə göstərməyi, o maskaların arxasında insan ruhunun dərinliklərini emməyi məhz onlar öyrətdilər. Və son olaraq əlbəttə ki, Olimpiya oyunları. Düşünün, hər 4 ildən bir bütün müharibələr dayanırdı. Sırf Zevsin şərəfinə keçirilən bu oyunlar üçün. Bu, sülhün və sağlam əqabətin necə vacib olduğunun bir simvoluydu. Bax, bu möhtəşəm ənənə bugün də müasir Olimpiya oyunlarının ruhunda yaşayır və bütün dünyanı bir araya gətirir. Beləcə, sonda qarşımıza çox maraqlı bir paradoks çıxır. Bir tərəfdən dünyaya demokratiyanı, fəlsəfəni bəxş edən, bəşəriyyətin ən parlaq beyinlərini yetişdirən bir sivilizasiya, digər tərəfdən isə öz daxili çəkişmələrinə, bitməyən rəqabətinə məğlub olub süqut edən bir toplum. Və sonların bu hekayəsi bizə, bugünün insanlarına, rəqabətlə inkişaf arasındakı o həssas tarazlıq haqqında nə deyir? Bu, hər birimizin üzərində düşünməsi gərəkən bir sualdır, deyilmi?